Salam. Deməli, coğrafiya 8-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 2 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sualda bizə deyilir, izoxətlər üsulu ilə təsvir edilən göstəricilər müvafiq olaraq adlanır. Deməli, burada temperatur, yağıntıların paylanması, atmosfer təzyiqi və mütləq hündürlük kimi göstəricilər verilib. Biz eyni kəmiyyətə malik olan xətlərin adlarını yazmalıyıq. Deməli, eyni temperatura malik olan xətlər adlanır. İzotermlər. Sonra eyni yağıntıya malik olan nöqtələr adlanır. İzodiet. Sonra eyni təzyiq adlanır. İzobar. Eyni mütləq hündürlük isə izohips və yaxud da horizontallarda adlandırıla bilər. Sonra ikinci sualda deyilir, Bakı şəhəri ilə eyni coğrafi enlikdə yerləşən şəhərlər. Vaşinqton şəhəri Bakı ilə təxmini eyni coğrafi enlikdə yerləşir. Moskva Bakıdan şimalda yerləşir. Ankara eyni coğrafi enlikdə yerləşir təxmini. Astana Bakıdan şimalda yerləşir. Pekin Bakı ilə eyni coğrafi enlikdədir. Tokyoda Bakı ilə eyni coğrafi enlikdə deyil. Demək, bizə düzgün cavab 1, 3, 5 olmalıdır. Sonra üçüncü suala baxaq. Üçüncü sualda bizə deyilir ki, Bakıdan başlanğıc meridyana qədər olan məsafəni tapın. Deməli, Bakı şəhəri yerləşir 40 şimal enliyi, 50 şərq uzunluğunda. 40 şimal, 50 şərq. Bizə deyir, başlanğıc meridianı tapın. Başlanğıc meridianı isə yerləşir 0-da. Deməli, burada 50. Deməli, bu da bizim üçün 0 başlanğıc meridian. Bu da 40-cı paralel üzərindədir. Bildiyimiz kimi 40-cı paralel üzərində 1 dərəcə bərabərdir. 85,4 kilometr. Bizə deyilir ki, 0 ilə 50 dərəcə arasında 50 dərəcə məsafə var. 50-ni də biz indi vurmalıyıq. 85,4. Bu da bizə bərabərdir eləyir 4270 kilometr. Deməli, Bakı şəhəri ilə başlanğıc meridian arasında 4270 kilometr məsafə var. Dördüncü suala baxaq. Tematik xəritələrə aiddir. Deməli, xəritələr bildiyimiz kimi 3 cür olur. Tematik, kompleks və ümumi coğrafi xəritələr. Tematik xəritələr bir mövzudan bəhslən xəritələr olmalıdır. Deməli, fiziki xəritələr ümumi coğrafi xəritələrdir. Siyasi xəritələr kompleks xəritələr hesab olunur. Torpaq xəritələri tematik xəritələrdir. İqtisadi xəritələr ümumi coğrafi xəritələr hesab olunur. Əhali kompleks xəritədir. Kompleks ümumiyyətlə aid deyil. Yəni, bu düzgün cavab 3 və 5 olmalıdır. Sonra 5-ci sualda bizə deyilir, verilmiş xəritələrin miqyaslarına ərazi əhatə etməsində hansı qrupa daxil olduqlarını müəyyən edin. Deməli, birinci deyir bizə Azərbaycanın 1/600 mil miqyaslı kənd təsərrüfatı xəritəsi. Deməli, əgər miqyas 1/1000-dən 200 min arasındadırsa böyük miqyaslı, 200 min ilə 1 min arasındadırsa orta miqyaslı, 1 mildən kiçikdirsə kiçik miqyas hesab olunur. Demək, 600 min miqyaslı xəritə orta miqyaslıdır və ərazi əhatə etməsinə görə ölkələr və onların bir hissəsinin xəritəsinə aiddir. Sonra 220 milyon miqyas, deməli kiçik miqyasdır. Burada kiçik miqyaslı və yaxud da biz buna icmal xəritələrdə deyirdik. 100 min miqyaslı xəritə isə böyük miqyaslı xəritədir. Ərazi əhatə etməsinə görə də bizə soruşur. Deməli, birinci Azərbaycan ölkələr və onların bir hissəsi, dünya və yarımkürələrin xəritəsi, Naxçıvan Muxtar Respublikası, yenə ölkələr və onların bir hissəsi xəritəsi qrupuna daxildir. 6-cı sual, düzgün olan ifadələri tapın. Tematik xəritələr bir mövzu üzrə tərtib olunur. Bəli, düzgün, doğru fikirdir. Tematik xəritələr bir mövzu ətrafında hazırlanılır. Kompleks xəritələrdə yalnız təbii zonalar göstərilir. Xeyr, yalnız təbii zonalar yox, başqa mövzular da göstərilə bilər. Kompleks xəritələrdə yalnız təbii zonalar deyil. Tematik xəritələrdə kənd və qəsəbələrin adı göstərilir. Tematik xəritələrdə kənd və qəsəbələrin adı göstərilir. Bəli, göstərilə bilər. Sonra ümumi coğrafi xəritələrdə bütün komponentlər təsvir olunur. Bütün komponentlər təsvir olunur, deyən bütün komponentlər yox, bütün komponent eyni səviyyədə təsvir olunmalıdır, yazılmalıydı burada. Bütün komponent təsvir edilir fikri tam olaraq düzgün deyil. Torpaq, iqlim və relyef xəritələri birlikdə ümumi coğrafi xəritələr adlanır. Xeyr, fiziki və iqtisadi xəritələr ümumi coğrafi xəritələr adlanır.
Bu da düzgün fikir deyil. Deməli, düzgün cavab burada 1-3 olmalıdır. 7-ci sual. Bakı şəhəri 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşir. Bakı şəhərindən ekvatora qədər olan məsafəni tapın. Deməli, Bakı şəhəri 40 şimal enliyi, 50 şərq uzunluğunda yerləşir və ekvatora qədər deyir. Ekvatorda 0 dərəcədə yerləşir bildiyimiz kimi. Deməli, burası 40 dərəcə şimal enliyi, burası da 0, yəni ekvator. Yəni 40-dan 0-a qədər məsafə 40 dərəcədir. Biz eyni meridian üzərində olduğu üçün 40-ı vurmalıyıq 111-ə. Bu da bizə bərabərdir eləyir 4440 kilometr. Yəni əslində normalda meridianlar üzərində məsafə 111,1 kilometrdir, amma məsələ həm də çox vaxt 111 götürülür. Onun üçün 4440 düzgün cavab götürülür. Yəni düzgün cavab C bəndi. 8-ci sual. Miqyası 1/2 milyon olan miqyaslı xəritədə eni 2 cm, uzunluğu 4 cm olan taxıl zəmisinin yer səthində tutduğu sahəni hesablayın. Biz əvvəlcə xəritədəki sahəni tapmalıyıq. Burada bizə xəritədəki sahə bərabərdir. S bərabərdir bizim üçün 2 vurulsun 4, yəni xəritədə eni vurulsun uzunluğu. Bu da bizə bərabərdir eləyir 8 cm kvadratı. Deməli, xəritədəki sahə 8 cm kvadratıdır. Miqyas da bizə bərabərdir. Bizə santimetr verilir. Kilometr çevirmək üçün, yəni izahlı miqyasa çevirmək üçün biz 5 0 siliyək asan formada 1, 2, 3, 4, 5, yəni 20. 1 santimetrdə 20 kilometr. Deməli, miqyasımız bərabərdir 20 kilometr. İndi bizə düsturumuz var idi həqqi sahəni tapmaq üçün. Həqqi sahə bərabərdir. S bərabərdir. Xəritədəki sahə S vurulsun miqyasın kvadratı. Deməli, bu da bizə bərabərdir alınacaq. Burada həqqi sahə bərabərdir. Xəritədəki sahə, yəni 8 vurulsun 20'nin kvadratı. 20'nin kvadratı eləyir bizim üçün 400. Bu da bizə bərabərdir eləyir 3200 kilometr. Deməli, düzgün cavab 3200 kilometr kvadratı oldu. Yəni C bəndi. Sonra 9-cu suala baxaq. Yer səthindəki həqqi sahəsi 1600 kilometr olan meşə xəritədə 16 kvadrat santimetr ərazidə təsvir edilmişdir. Xəritənin miqyasını tapın. Deməli, miqyasın düsturumuz var bizim. Deməli, miqyas bərabərdir həqiqi sahə bölünsün xəritədəki sahə və bunlar olmalıdır kökün altında olmalıdır. Deməli, kökün altında həqiqi sahə bölünsün xəritədəki sahə. Bizdə verilib həqiqi sahə verilib bizdə 1600. Xəritədəki sahə isə bizə verilib 16. Deməli, bu da bizim üçün bərabərdir. 1600 bölünsün 6 eləyir bizim üçün 100. Əlbəttə, bunlar da kökün altında olmalıdır. Həm bu kökün altında olmalıdır, həm də 100 kökün altında. Bu da bizə bərabərdir eləyir 100 kökün altında bərabərdir 10'a. Yəni 1 santimetrdə 10 kilometr olmalıdır. Düzgün cavab, yəni C bəndi. 1 santimetrdə 10 kilometr.